Bu Azersteel temasına yeniden qayıtmağım gəlir. Niyəsini demeyeyim, səbəblər aşkar ortalıqdadır. Birincisi, Əliyevin bu ailə şirkəti Azərbaycanlı məktəb uşaqlarının hesabına əlavə pul qazanmaq istəyir. Necəsini də deyim, Azərbaycanda xüsusilə şəhərlərdə valideynlər uşaqlarına nəzarət etmək, onların trayektoriyasıyla daimi maraqlanmaq üçün mobil telefon verirlər. Bu telefonlarda elə də çox kontrol olmaya bilər, amma daim aktiv olmalıdır ki, uşaqların harda olduqları ilə müntəzəm maraqlana bilsinlər. Uşaqlara uşaq pulu verməyə canı çıxan Əliyev rejiminin Azərbaycan uşaqlarına mobil tərs hədiyyəsi bu. Azərbaycanda uşaq oğurluğunun, uşaq qətillərinin artdığı indiki zamanda bu yeni Azersteel hoqqasının nə qədər məkirli nəticələr doğura biləcəyinin daha bir sübutu. İkinci məsələ bilavasitə kriminogen durumla bağlıdır. İndiki zamanda istənilən cinayət işinin araşdırılmasında mobil telefonların naviqasiyası sistemi üzrə yerləşdiyi ərazinin əldə edilməsi ilə bağlıdır. Mobil telefonlar daim aktiv olmayanda bu sistem də dağılır, gedir işinə. İstənilən adamı şərləmək də rahat olur, istənilən adamı alibi imkanlarından da məhrum etmək rahat olur. Xüsusi hallarda, məsələn, Tofiq Yaqublu olayı kimi olaylarda bu sistemin verdiyi argumentləri də həyasızcasına göz ardı edə bilirlər. Amma axı bütün tutulanlar Tofiq Yaqublu deyil. Bu da ikinci bir argumentdir ki, Azersteelin bu pul qazanmaq tamahı nəinki elə bilə pul azarıdır, həm də cəmiyyət üçün təhlükə sisteminin genişlənməsidir. Diqqət edin, təhlükəsizlik sisteminin yox, məhz təhlükə sisteminin deyirəm. Nəhayət bir qədər daha konseptual yanaşsaq, Azersteelin bu təhlükəli əməliyyatı nəticəsində özü üçün nə qədər pul qazanmaq imkanı yaratmasını da göz ardı edə bilmərik. Müqayisə üçün, əvvəl 1 manatlıq ödəniş etməklə nömrəni bir həftə aktiv saxlamaq, zəng və mesaj qəbulu da daxil mümkün idi. Yəni, hər həftə 1 manat hesabı ilə cəmi 4 manat ödənişlərlə bir ay aktiv nömrə olurdu. Yeni tarifə görə nömrənin aktiv saxlanması xərci 30 manata hər gün 1 manat olmaqla qalxıb. Deməli, Azersteel əvvəlki tariflə müqayisədə yeni tarif hesabına 4 dəfə çox gəlir qazanacaq. Yəni, əvvəllər ilə 250 milyon dollar qazanırdısa, indi bu gəlir 1,1 milyard dollara qalxacaq. Başqa sözlə desək, ailənin bu şirkəti hesabına əvvəllər 4 il müddətinə 1 milyard dollar qazanırdısa, 2025-dən etibarən artıq hər milyard dolları qazanmağa cəmi 1 il vaxt sərf edəcəklər. Bax, İlhamın müsahibələrində dediyi ailəsinin uğurlu biznesi və Azərbaycanın sürətli inkişafı bu cür olur. İndi isə bir qədər kobud və sadə üsulla hesablanan müqayisəni göstərim. 1996-cı ildən işləyən Azersteel 2025-ci ilə kimi düz 28 il işləyibsə və hər 4 ildə 1 milyard dollar gəliri olubsa, deməli Azersteel işləməyə başlayandan 2025-ci ilə kimi təxminən 7 milyard dollar ailənin xəzinəsinə girib. Əgər xalq etiraz etməsə, ailə bu dəfə növbəti 7 milyard dollarlıq gəliri bundan sonraki 7 ilə qazanmaq istəyir. Nə deyirsiniz? Etirazınız varsa, heç kimin qarşısını almayıblar. Hər gün etiraz etmək olar, amma çalışın ki, kiminsə və ya kimlərinsə etirazını eşidən kimi dərhal siz də ona qoşulun ki, etiraz həm eşidilən olsun, həm də kütləvi narazılıq ifadə edilsin. Çünki İlhamın eşitmək istədiyi etiraz siqnalları yalnız ən azı 10 minlərlə adamın birlikdə və eyni yerdə olanda etdiyi etirazlar şəklində olanda ona daha tez çatır və ya daha tez çatar.